Əgər evimizdə allergik bir uşağımız varsa, mütləq bilməli olduğumuz bir neçə məqamı xatırlatmaq istəyirəm. İlk öncə, əgər körpənin otağında yumşaq oyuncaqlar, yun xalça, yun əşyalar, yanaşı olaraq kitab şkafı varsa, çalışın bu oyuncaqlar otağını təşkil etməsin. İkinci, əgər körpəmizin yatağı quş tükündən, yundan təşkil olunursa, bunları dəyişək. Çünki körpənin gecə öskürəklərini artıra bilər. Üçüncü məqamımız isə biz hər hansı bir səyahətə gedərkən körpəmizlə bərabər oteldə qalırıq. Oteldəki yataq dəstləri daha çox ağardıcı və yuyucu vasitələrindən istifadə olunduğu üçün daha çox allergik reaksiyalara səbəb ola bilər. Ona görə daha çox biz şikayətləri səyahətlər zamanı eşidirik. Biz məkan dəyişdirəndən sonra körpəmizdə öskürək şikayətləri daha da çox artmışdır. Və yaxud da digər bir məqam, körpəmizin gün boyu həyətdə oynarkən daha çox tərləməsi olur və çalışın ki, bu vəziyyətdə körpəni yatızdırmayasınız. Çünki bu özü çöldən bədənə və saçlara hopmuş tozluqların gecə nəfəs yolu vasitəsilə körpənin öskürməsini və qıcıqlandırmasına səbəb olar. Buna görə də hər həyətdən və gəzintidən gəldikdən sonra duş aldırmanızı tövsiyə edirəm.